Mən Pirverdiyev Vüsal, uzman uroloq, androloq və cinsəl terapevt. Eğitimimi İstanbul Universiteti Cərrahpaşa Tibb Fakültəsində, uzmanlıq təhsilim isə 5 il müddətində İstanbulda yerləşən Ox Meydanı Eğitim və Araşdırma Xəstəxanasında almışam və eğitimimi tamamlandıqdan sonra Almaniyaya üz tutub 2 il ərzində Almaniyanın müxtəlif şəhərlərində uzman uroloq, androloq və cinsəl terapevt olaraq fəaliyyət göstərmişəm. Müalicə etdiyim xəstəliklər bir uroloq olaraq böyrək, sidik hissəsi, sidik axarları, daşları, bunların xoş və bəd xassələri, törəmələri, prostat xəstəlikləri, prostatitlər, xoş xassəli prostat böyüməsi, bəd xassəli prostat törəmələri, onun dışında uşaq urologiyasına aid sünnət, onun dışında Peyğəmbər sünnəti dediyimiz hipospadias və ekspadias xəstəlikləri, qadın urologiyasına aid sidik qaçırmalar, sidik hissəsi sallanmaları, sistitlər, androlojik xəstəliklərdən kişi cinsi zəifliyi, erkən boşalma, kişi sonsuzluğu və s. digər xəstəliklər və cinsəl terapevt olaraq da təbii ki, androlojik xəstəliklərə bir psixolojik açıdan da yanaşıram və sadəcə medikal dərman vasitəsilə deyil də psixolojik olaraq xəstələri sorğulayıb onlara terapi eğitimi də verirəm. Və artıq Məlhəm Beynəlxalq Hospitalında uzman uroloq, androloq və cinsəl terapevt olaraq fəaliyyətə başlamışam.